Bugün bizim məsələn müsəlman toplumunda olan radikalizmin ən böyük səbəbi insanların cahil olmasıdır. Yəni insanların zahirən baxsan dindardır, yəni belə də simasına baxırsan ki, dindar bir müsəlmandır, dininə əməl eləyəndir, riayət eləyəndir və s. Amma həqiqətdə isə görürsən içi boşdur. Yəni dini haqqında, dini bilgiləri sıfır səviyyədədir. Yəni elementar, bəsit bir şeyləri ondan soruşsan, onu cavablandıra bilməyəcək və onu əsaslandıra bilməyəcək. Yəni hər hansı bir ən adi bir etiqadını ondan soruşsan və onu əsaslandırmağını istəsən, görürsən ki, ondan bir şeyi, bir elm hasil olmayacaq. Təbii ki, bu da bizim üçün bir siqnaldır. Ona görə hər kəs ilk öncə öz üzərindən cəhaləti qaldırmalıdır. Yəni insan, hər bir insan özünü birinci təlim eləməlidir, öyrənməlidir, oxumalıdır ki, birinci özü üzərindən cahiliyi qaldırsın. Yəni birinci özü öyrənsin, sonra öyrəndiyinə insanları təbliğ eləsin. Yəni insan öz üzərindən cahiliyi qaldırmayanda nə olur? Olur radikal.